Salam, hər birinizə xoş gördük, hörmətli müəllimlər və müəllimliyə namizəd olan şəxslər. Sizin üçün belə bir video hazırlamaq qərarına gəldim ki, bu günlərim sizlə bəzi belə deyim, meyar tipli suallar var ki, onlarda problem yaşayırıq. Əksəriyyət mənə bu sualları verir. Öz dərs qruplarımda ümumiyyətlə olanlar da və digər, yəni belə deyək, hazırlaşanlar da bu sualları mənə verirlər ki, bu model suallara necə yanaşaq? Deməli, sualımız nədən ibarətdir burada? Sualın tipi tapşırıq və onun meyarlarından ibarətdir. Əvvəla bir şey bilək ki, biz əvvəlcədən şagirdlərə hər hansı bir tapşırıq təqdim ediriksə, bu tapşırığın necə qiymətləndiriləcəyini əks etdirən meyarlar da verməliyik. Məsələn, burada tapşırıq və onun qiymətləndirilməsi üçün meyarlar verilir. Bizim bəs şagirdə verdiyimiz meyarın mahiyyəti nədən ibarətdir? Meyar ona görə verilir ki, şagird bilsin ki, müəllim məndə nəyi qiymətləndirəcək və işini o meyar əsasında qurur. Bir növ, meyar onun üçün bir təlimat rolunu oynayır. Yəni, o meyara baxır, hə, müəllim məndən bunu istəyir. Yəni, mən bunu da yerinə yetirməliyəm. Yəni, bu meyar onun üçün təlimat rolunu oynayır. Və bir də onu deyim ki, biz meyarı şagirdə verəndə işini necə yerinə yetirəcəyi ilə bağlı ona köməklik eləmiş oluruq. Və bu da prosedural biliklə əlaqəli bir anlayışdır. Gəlin, baxaq. Müəllim şagirdə sağlam qidalanma mövzusunu keçərkən hazır qidaların insan orqanizminə mənfi təsiri barədə araşdırma aparmağı tapşırır. Növbəti dərsdə müzakirə olacağını bildirir. Deməli, tapşırıq odur ki, uşaq getsin, sağlam qidalanma mövzusunda araşdırma aparsın və bunun, belə deyək də, insan orqanizminə mənfi təsiri barədə araşdırma aparsın və növbəti dərs müzakirə olacaq. Deməli, müzakirədə biz müzakirə aparacaqsa, müzakirə qaydaları hazırlamalıyıq. Çünki xaos yaranmasın, qarışıqlıq yaranmasın ona görə. Ona görə də müəllim meyarlar hazırlayır. Fikrin ifadəsi öz vəziyyətinin, mövcud vəziyyətin və öz yanaşmasının əsaslandırılması, fikri əsaslandırmaq üçün arqumentin olması, müzakirə proseduruna əməl edilməsi, sual vermək. Bu 4 meyar üzrə müəllim şagirdi bu müzakirə prosesinə hazırlaşmaq və müzakirədə iştirak etmək üzrə qiymətləndirəcək. Müəllimin məqsədi ilə bağlı verilən hansı fikir yanlışdır. Müəllim şagirdə fəal dinləmə bacarığını inkişaf elətdirir. Deyə bilərəmmi? Deyə bilərəm. Niyə? Çünki müzakirə varsa fəal dinləmə mütləq var və bu müzakirə proseduru da burada qoyulubdur. Çünki fəal dinləmə müzakirə prosedurlarından biridir. Müəllim şagirdlərdə bir-birinin sözünü kəsməmək, danışanın sona qədər dinləmə bacarığını da formalaşdırır. Əlbəttə, elə əslində A variantının izahıdır. Müəllim şagirdə idrak taksonomiyasının dəyərləndirmə mərhələsinin inkişafını təmin edir. Bəli. Bu, məsəl üçün, öz yanaşmasının əsaslandırılması, mövcud vəziyyətin əsaslandırılması bu dəyərləndirmə ilə bağlıdır. Müəllim şagirdlərə müzakirə zamanı inandırma və natiqlik bacarır. Yadda saxlayın ki, bu bacarıq debatda olur. Yəni, burada söhbət debatdan getmir axı. Ona görə də D variantı bizə lazım olmayandı, yanlış olandı. Müəllim şagirdə məqsədə uyğun sual tərtib etmək və vermək bacarığını da formalaşdırır. Həqiqətən də 4-cü meyar uşaqdan onu istəyir. Deməli, uşaqdan onu istəyirsə, deməli, o bacarığın formalaşdırılmasını məqsəd kimi qoymuşuq. Bu sualın doğru cavabı D variantıdır. Sonra növbəti suala baxırıq. Növbəti sualımız, müəllim həyat bilgisi dərsində qruplarla iş zamanı, baxın, qruplarla iş zamanı, dostluq insan üçün vacibdirmi mövzusunda müzakirə aparmağı planlaşdırır. Şagirdlərə aşağıdakı meyarları verir. Yenə də meyarlar, şagirdlərə fikirlərin şəxsi düşüncələrlə əsaslandırılması, qrup qaydalarına əməl edilməsi, sualların verilməsi üzrə müəllim şagirdi qiymətləndirəcək. Müəllimin məqsədi ilə bağlı deyilən hansı fikir yanlışdır? Sual belədir. Müəllim şagirdlərdə idrak taksonomiyasının dəyərləndirmək mərhələsini formalaşdırır. Deyə bilərəmmi? Bəli, birinci meyar zaten onu tələb edir. Müəllim şagirdlərdə bir-birinin fikrinə hörmətlə yanaşmağı formalaşdırır. Əlbəttə, məsələn, qrup qaydalarına əməl etmək, növbə ilə danışmaq, sözünü kəsməmək bunlar. Müəllim şagirdlərdə bir-birinin sözünü kəsməmək, elə zaten bunu bayaq vurğuladım. Müəllim şagirdlər yaradıcı təfəkkür. Xeyr, burada yaradıcı təfəkkür olmayacaq, burada olacaq tənqidi təfəkkür. Niyə? Burada həm yaradıcılıq elementini görmürük, həm də bu model suallarda yadda saxlayın ki, meyarı müəllim şagirdə verdiyinə görə, tapşırığın məzmununa baxırıq. Meyarı verdiyinə görə, meyar şagirdin əvvəlcədən təqdim olunanda şagird bilir ki, mən işimi necə qurmalıyam. Özünü meyarla tənzimləyə bilir uşaq. Məsələn, bilirəm ki, müəllim məndən sual vermək bacarığımı yoxlayacaq. Mən tapşırığımı elə hazırlamalıyam ki, onun qoyduğu tələbə uyğun olsun. Onda belə başa düşək ki, müəllimin meyarları şagirdə əvvəlcədən təqdim etməz, şagirdin özünü o meyarla müqayisə etməsinə, özünü qiymətləndirməsinə imkan yaradır və bu da
tənqidi düşünməklə bağlıdır. Yəni bu model sualların hər birində tənqid düşünmə, özünü qiymətləndirmə, refleksiya kimi fəaliyyətləri görmək olur. Çünki buna meyarlı suallar deyirik. Yəni bu suallar nəzərdə tutulur. Dedi cavabımız, müəllim şagirdlərə sual vermək bacarığını formalaşdırır. Zaten 3-cü meyar uşaqdan onu tələb eləyir. Bu fikirdə testdə cavab oldu D. Növbəti suala gəlin keçid eləyək. Növbəti sual budur. Müəllim şagirdə bildirir ki, növbəti dərsdə texnoloji vasitələrin insan həyatındakı rolu mövzusunda debatımız olacaq. Bunun üçün onlara müxtəlif mənbələrdən araşdırma aparmağı. Təbii ki, debat olacaqsa, uşaqlar gedib nə etməlidirlər? Debata çıxış üçün araşdırmalar eləməlidirlər, məlumatlar toplamalıdır. Bunların topladığı bu məlumatlar, informasiyalar əsaslı olmalıdır ki, öz mövqelərini müdafiə edib qarşı tərəfi inandıra bilsinlər. Müzakirə qaydalarına əməl etməlidirlər uşaqlar bu zaman. Etibarlı mənbələrlə işləməlidirlər ki, dəqiq faktlar toplaya bilsinlər. Uşaqlar əsaslandırmağı bacarmalıdırlar. Bir də uşaqlar debat zamanı sual verməlidirlər. Deməli, bu uşaqlardan tələb olunan bacarıqlardır. Yəni, bu meyarlarla müəllim şagirdi qiymətləndirəcək. Müəllimin məqsədi ilə bağlı doğru olanları müəyyənləşdirin. Müəllim şagirddə informasiyanı ümumiləşdirmək və qruplaşdırmaq bacarığını formalaşdırır. Xeyr. Niyə görə olmaz? Çünki o zaman ümumiləşdirmə olur ki, məsələn, müqayisə ola, oxşarlıq ola, fərqli ola, əlaqələndirmə ola, bu kimi şeylər olsa, onda mən deyərəm ki, burada ümumiləşdirmə və qruplaşdırma bacarığı var. Burada ümumiləşdirmə, qruplaşdırma bacarığı yoxdur. Yəni, bu tapşırıq deyir, araşdır, debata çıxacaqsın. Bu da gedir, həm debatda iştirak eləməyinə bağlı, həm də araşdırmasına bağlı meyarlar təqdim olunub. Uşaq o meyarlar üzrə fəaliyyətini qurur. Baxın, müəllim meyara əvvəlcədən elan etməsi şagirdin tənqidi təfəkkürünü bayaq dedim, inkişaf etdirib özlərini meyarlarla müqayisə etməsinə imkan yaradır. Bu düz. Sonra müəllim şagirdlərə dinləmə bacarığı. Təbii ki, müzakirə varsa, müzakirə qaydaları varsa, dinləmə mütləq var. Müəllim şagirdlərə fikri düzgün şəkildə ifadə etmək bacarığı. 4. Əsaslandırmağın elə bir yanaşması, düzgün ifadə etmək. Müəllim şagirdlərə informasiya savadlılığını və informasiya dəqiqliyə baxmaq bacarığını formalaşdırır. 5-ci fikir nədir? Məsəl üçün, bunu əhatə edir, etibarlı mənbələrlə işləmək. Yəni, uşaq debatda çıxış eləyəcəksə, tapdığı meyarlar əsaslı olmalıdır. Bu, onu nəzərdə tutur. Onda birdən başqa yerdə qalanlar doğrudur. Cavab 2, 3, 4, 5-dir. C variantıdır. Sonra növbəti sual. Növbəti sualda deyir ki, şagirdə ev tapşırığı kimi 2 dənə informativ mətndir. Bu, onu qeyd edeyim ki, imtahan sualı olubdur. 2 informativ mətn verilir və şagirdlər mətndə verilən informasiyaları müqayisə etməli, bir-birinə zidd olanları müəyyənləşdirməli və doğru olanları seçməli və əsaslandırmalıdırlar. Öz düşüncələrini yox, oradan doğru olanları, deməli, doğrularla yanlışları bir-birinə seçəcəklər, zidd olanları olmayanları seçəcəklər, yəni müqayisə var. Bayaqlarım testdə dediyi ümumiləşdirmə və o burada doğru fikir çıxacaq. Baxaq görə həqiqətən dilədirmi? Doğrular soruşur. Müəllim şagirdə informasiya savadlılığını formalaşdırır. Təbii ki, uşaq neyini informativ mətn üzərində işləyirsə, bu informasiya savadlılığını formalaşdıracaq. Müəllim şagirddə fəal dinləmə bacarığını, sual tərtib etmək bacarığını da formalaşdırır. Fəal dinləmə ola bilərmi? Yox. Niyə? Çünki burada uşaq gedib mətn üzərində işləyir. Burada nə edilir ki? İkinci fikir yadda saxlayın ki, ola bilər müzakirə zamanı. Müzakirə zamanı ola bilər, burada olmaz. Müəllim şagirdlərdə informasiyanı ümumiləşdirmək və qruplaşdırmaq bacarığını formalaşdırır. Həqiqətən bu düzdür. Niyə düzdür? Çünki deyir axı, informasiyaları müqayisə eləyin. Müqayisə eləyib zidd olanları bir yığacaqsınız, zidd olmayanları bir yığacaqsınız. Bu qruplaşdırmadır da, ümumiləşdirmədir. Doğru olanlarla yanlış olanları da seçirsinizsə, yenə də ümumiləşdirmə və qruplaşdırma var. Müəllimin meyarı əvvəlcədən elan etməsi şagirdlərin fəaliyyətinin məqsədyönlü olmasına və özünü qiymətlənmə bacarığının formalaşdırmasına xidmət edir. Bayaqlarım vurğuladım, bu doğrudur. Çünki meyar əvvəlcədən veriləndə şagird işini necə icra edəcəyini bilir. Qiymətlənmə meyarları idrak taksonomiyasının dəyərləndirmə mərhələsi yox, təhlil mərhələsi. Təhlil mərhələsini əhatə edir. Ona görə bu səhvdir. Cavab olmalıdır 1, 3, 4. C variantı bizim doğru cavabımızdır. Növbəti sualımız. Müəllim dərsdə şagirdlərə təbiətdə ekoloji problemlər mövzusunda araşdırma işi təqdim edir və bildirir ki, bu mövzuda qruplarla müzakirə keçiriləcək. Baxın, tapşırığa birinci diqqət edin. Mövzunu deyir, gedin araşdırın, bu araşdırma işi. Uşaqlar gedəcəklər, araşdıracaqlar, məlumat toplayacaqlar və s. Bu mövzuda bizim qrupla müzakirəmiz olacaq. Yəni, qrupla müzakirə keçirməyin də məqsədləri var, o da variantlarda əks oluna bilər. Və müəllim onlardan əsaslandırma, etibarlı mənbələrlə işləmə, müzakirə proseduruna əməl etmə və fəal dinləmə üzrə qiymətləndirəcəyinin meyarları verir.
Müəllimin məqsədi haqqında verilənlərdən doğru olanları müəyyənləşdirir. Müəllimin verdiyi fəaliyyətdə şagirdlərə birgə öyrənmə, əməkdaşlıq və sosial bacarıqlar inkişaf edəcək. Əlbəttə, niyə? Çünki burada nə var? Qrup fəaliyyəti var. Bu düzdür. Hətta burada da var ki, uşaqlar qrup fəaliyyəti zamanı müzakirə edəcəklər. Müəllim şagirdlərə ünsiyyət səriştəsini də inkişaf etdirir. Həqiqətən bu da düzdür. Niyə? Çünki ünsiyyət nədir? Danışmaq, dinləmək, müzakirə varsa o da var. Müəllim şagirdə informasiyanı müqayisə etməyə, oxşar fərqli cəhətlərinə görə qruplaşdırmağı təmin edir. Burada yoxdur. Burada mən demirəm ki, oxşarlığı tabii fərqlidir. Bayaqki bundan əvvəlki sualda bu üçüncü fikir doğru götürərdim. Amma burada yox. Müəllim meyarları əvvəlcədən elan etməsi şagirdlərin fəaliyyətinin məqsədyönlü olmasına və özünü qiymətlənmə bacarığının formalaşdırılmasına xidmət edir. Həqiqətən yenə deyirəm, bu model suallarda bu dördüncü fikir həmişə düzdür. Niyə? Çünki meyar əvvəlcədən verilir ona görə ki, şagird öz işini o meyarla qursun, hətta özünə qiymətlənmə bacarığı da formalaşsın. Qiymətlənmə meyarları idrak taksonomiyasının tətbiq mərhələsinə aiddir. Tətbiq mərhələsini əhatə eləmir burada. Burada tətbiqli fəaliyyət yoxdur. Burada məsələn təhlil ola bilər, burada dəyərləndirmə ola bilər, amma tətbiq olmaz. Ona görə bu səhvdir. Burada doğru cavabımız oldu. 1, 2, 4. E variantı bizim doğru cavabımızdır. Ümid edirəm hər kəs üçün faydalı oldu. Bu model sualları işləyən zaman bəzən problem yaşayırıq. Yəni problem yaşayanda açıb bunu qoyun qabağınıza təzədən izləyə bilərsiniz. Çünki bu qədər imtahana daha doğrusu az müddət qalıbdır və bu model sualın düşmə ehtimalı çox yüksəkdir. Çünki son 2 ildə bununla bağlı sual düşübdür. Yəni imtahana gedən keçənki tələbələrim də özləri dedi ki, bu model sualın biri var idi. Ona görə bu model suallara hazır olun. Əksəriyyət mən testlərdə, sınaqlarda qarşıma çıxmır bundan bağlı suallar. Amma buna aid sualı, yəni şəxsən mən özüm imtahanda da görmüşəm deyə, ona görə bu sualın üzərində daha çox qalıram ki, bir sualı niyə itirəsiniz ki, rahat şəkildə yazın. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Belə, növbəti dərsdə mən sizə başqa bir hissə ilə bağlı bir dənə də izah verəcəm ümumi olaraq. Ümid edirəm ki, sizin üçün faydalı olar. Bu qədər. Özünüzə yaxşı baxın. Sağ olun. İnşallah hər kəsə imtahanda uğurlar.